Salam hörmətli izləyicilər. Milli TV-də sizinlə Günün Xəbərləri proqramında Aytən Ağayerovadır. 2025-ci ildə Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub. Buna Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib. Onun sözlərinə görə 2025-ci ildə Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilmiş xarici siyasət çox zəngin olub. Azərbaycan beynəlxalq müstəvidə mövqeyini gücləndirib, diplomatik təmsilçiliyini genişləndirib. 2025-ci ildə Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub. Azərbaycan tərəfindən beynəlxalq sülh və sabitliyin təşviqi, beynəlxalq iqtisadi əməkdaşlıq, vasitəçilik səyləri ölkənin nüfuzunu daha da güclənməsinə töhfə verib. Xəbərləri Milli TV-də izləməyə davam edin.